Bir ayda rus dili öğrenmeye çalışırıq. Artıq 15-ci günümüzdür və saat neçədə sualına cavab verməyə çalışırıq. Ümumiyyətlə zaman anlayışı biraz var idi. Yəni včera, dünən, сегодня, bugün, завтра, sabah belə deyə bilirdik və yaxud da ki utram, səhər, dnyom, günorta, вечером, axşam, nочью, gecə. Belə zamanları verə bilirdik. Bugün zamanı biraz daha dəqiqləşdirəcək, saatlar şəklində istifadə edəcək. Burada çətin bir şey yoxdur. Rəqəmləri keçən dərs öyrənmişdik. Bu ças, saat 1-də qarşısına bir dənə v əlavə elədik. Ças 1-də çətin bir şey yoxdur. 2, 3, 4, çisa, çisa, anı da i kimi oxuyuruq. Çünki fonetik qayda deyir ki, çdan sonra gələn a vurğusuz olarsa i şəklində tələffüz olunsun. Ona görə çisa deyirik, çasa demirik. Bu şəkildə istifadə edirik. Deməli, v 2 çisa saat 2-də, 3 çisa saat 3-də, 4 çisa saat 4-də. Qalanlarda çisov deyirik. Yenə i şəklində oxuyuruq. Çisov. Məsələn, bu 5 çisov. Saat 5-də, 6 çisov. Saat 6-da, bu 7 çisov. Saat 7-də, bu 8 çisov. Saat 8-də, bu 9 çisov. Saat 9-da bu şəkildə istifadə edirik. Vaxtlar qarışmasın deyə ultra, вечера kəlmələrini əlavə edirik. Yəni, məsələn, bu 9 çisov ultra, səhər saat 9-da, v 9 çisov вечера, axşam saat 9-da kimi istifadə oluna bilər. Örnəklər versək, məsələn, deyirəm ki, v 8 çisov я буду на работе. Saat 8-də işdə olacaq. Məsələn, v 7 çisov я буду дома. Saat 7-də evdə olacağam. Və yaxud da ki, когда ты будешь в ресторане. Nə vaxt restoranda olacaqsan? Məsələn, deyə bilərəm, в 5 çisov я буду в ресторане. Saat 5-də restoranda olacağam. Və yaxud da ki, zəng edirik, soruşuruq. Когда avtobus будет на вокзале. Avtobus nə vaxt vağzalda olacaq? Məsələn, deyirik, в 4 çisa, saat 4-də və ya da в 4 çisa dня. Yəni, günorta saat 4-də kimi də istifadə edə bilərik. Bu, yenə də vaxtı dəqiqləşdirmək istəyimizdən asılıdır. İstəsək istifadə edə bilərik bu şəkildə. Və yaxud da ki, когда ты будешь на свадьбе. Nə vaxt toyda olacaqsan? Və ya da во сколько? Saat neçədə? Məsələn, deyirəm ki, в 6 çisov я буду на свадьбе. Saat 6-da toyda olacağam. Buradakı bütün detalları biz yavaş-yavaş öyrənmişik. Məsələn, deyirəm ki, mой друг, mənim dostum, ilk dərslərdə öyrənmişik, düzdürmü? İyəlik əvəzlikləri. Будет olacaq. Məkanları keçəndə bunu da öyrənmişik. Məsələn, deyək, на собрании, iclasda. На собрании. Bunu da məkanlarda öyrənmişik.